Qısqanclıq problemi bəzən həmin insanın xarakterik xüsusiyyətindən qaynaqlanır. Bəzən də qarşıdakı tərəfdaşın xarakterik xüsusiyyətlərindən qaynaqlanır. Yəni qarşıdakı insan çox sosialdısa, müxtəlif dostları varsa, həmin qarşı cinsdən də dostları varsa və həmçinin o dürüst hesabatlar vermirsə, bu istər-istəməz qısqanclıqdan sonra problemləri daha da böyüdə bilir. Məhz buna görə də çalışmalıyıq ki, qarşıdakının həm qısqanclıq hisslərini başa düşək. Yəni nə üçün bu insan qısqancdır? Bəlkə mən özüm dürüst deyiləm, bəlkə ondan bu barədə daha soyuq davranıram, daha çox özümü açsam, daha geniş danışmaq istəsəm, onun qısqanclığı daha da azalar. Bu barədə də düşünməniz faydalı olar əslində. Və son olaraq demək istəyərdim ki, nəticə olaraq hər bir münasibətdə problem mövcuddur. Problemsiz heç bir münasibət yoxdur. Əsas olan odur ki, bizim o problemləri həll edərək yolumuza davam edə bilməyimizdir.